Herkese salamlayıram dostlar. Mən qarşınızda Yesu. Bu günlərim sizlərlə yepyeni bir videoya daha qarşınızdayım. Dostlar, siz məndə yorumlardan soruşurdunuz ki, kapak fotoğrafı necə edirsən, YouTube'a kapak fotoğrafı necə hazırlayırsan? Dostlar, bu günlərim sizə onu göstərəcəm. Keçək videomuza. Dostlar, ilk öncə Google-a girdik. iOS və Android-də də var bu. Yazırıq bura Canva. İlk çıxan səhifəyə daxil oluruq dostlar. Səhifəyə daxil olduqdan sonra aşağı gəlirik burada. Burada öz yazıb baxın, YouTube rəsmciyi yazıb burada. YouTube rəsmciyinə daxil oluruq. Burada yükləmə var. Yükləməyə basırıq. Dostlar, mən belə bir şey seçdim. Yəni sizə bunu göstərmək amaçlı elədim bunu. Buradan da gəlirik. Arka planı təmizləmişik. Baby basırıq. Gördüyünüz kimi dostlar. Bunu belə elədik. Və sonra yazı yazmaq proqramımız da var. Yaz yazmağı da buradan yazmayacağıq. Təbii ki, onu proqramdan göstərəcəyik sizlərə. Bunu buradan qeyd eləyək. İndirək buradan. Dostlar, bu şəkillərdə dediyim kimi Google-dan tapa bilərsiniz. Məsələn, yaza bilərsiniz. Beyib seti, paraşütdə adamlar yazı tapa bilərsiniz. Mən belə yazdım, tapdım. İndi isə keçək sizə yazı tiplərinə. Və dostlar, belə bir proqramımız var. Fonto. Buna daxil oluruq. Ağ ekrana basırıq. Ağ ekrana çıxan şəkilə basırıq. Və bayaq hazırladığımız şəkili daxil edirik bura. Üstdə yazı yeri var. Yazı yerinə basırıq. Və burada fontlarımızı seçək indi. Dostlar, mənim seçdiyim font budur. Qalın tipli yazı. Məsələn, biz bu şəkilə nə yaza bilərik? Yaza bilərik ki, Beyib seti ilə bunu bura gətirdik. Burada dostlar, böyüklüyünü, kiçikliyini ayarlaya bilərsiniz. Stilə keçək dostlar. Mən bunu sarı istifadə edəcəm. Birincini ağ istifadə edəcəm. İkincini isə sarı istifadə edəcəm. Stroke gəlirik. Burada dostlar, qırağını qara eləyirik. Qara fon veririk. Sonra bunu biraz balacalaşdırırıq. Sonra bura təkrardan gəlirik. Burada yazırıq. Yargı. Yargı dağıttım. Bunu da gətiririk bura. Stilə gəlirik. Mən birincini ağ, ikinci yazını isə qırmızı ya da sarı istifadə edirəm dostlar. Siz hangisini istəyirsinizsə, siz də istifadə edə bilərsiniz. Mən bu rəngi seçdim. Buradan da qırağına qara fon verək. Bunu da biraz balacalaşdıraq. Dostlar, bir də ki, kapak fotoğrafımıza uyğun burada bir smalik qoyaq. Çünki kapak fotoğrafı həqiqətən də önəmlidir. Və dostlar, sizdə YouTube'da videolarınızın izlənməyinin çoxusu kapak fotoğrafıdır. Kapak fotoğrafı olduğuna görə sizin videolarınız izlənir. Yəni ki, ilk öncə kapak fotoğrafına baxırlar, videonu dəyərləndirirlər, sonra da gedirlər videoya baxırlar. Bəli dostlar, indi isə bunu buradan endirək. Save'ə bastıq. OK. Все dostlar, bizim kapak fotoğrafımız hazırdır.
İndi isə girib qaleriyadan qabaq fotoğrafımıza baxa bilərik. Əgər qabaq fotoğrafımı bəyəndinizsə, videoya like atmaq, abunə olmağı unutmayın. Sağ olun, görüşərik.